İdmançılarda ən sıx görülən problemlərdən biri bağ yaralanmalarıdır. Diz oynağı nahiyəsində olan bağlar dizin xaricində və daxilində yerləşməklə ikiyə bölünür. Dizin daxilində yerləşən bağlardan ön çarpaz bağı qeyd etmək istəyirəm. Ön çarpaz bağ ən sıx travma ala biləcək bağdır. Xaricində olan bağlardan isə xüsusilə iç tərəfdə yerləşən iç yan bağı göstərmək olar. Əksər hallarda da bu bağ qopması görülür. Ön çarpaz bağ qopmalarında qismi bağ qopmaları konservativ müalicə tövsiyə olunur. Yəni əməliyyata əksər hallarda ehtiyac olmur. Əgər bəzi aqressiv idman növlərində bağın həcminin böyük bir qismi qopmuşsa, onlara profilaktik olaraq əməliyyat tövsiyə oluna bilər. Yox, tamamilə qopubsa, 40 yaşın altında və ya 40 yaşın üstündə olub da özünü aktiv həyat tərzi davam edəcək bir insandırsa, onlara əməliyyat tövsiyə olunur. Ön çarpaz bağ əməliyyatında xüsusilə əvvəllər açıq əməliyyat icra edilirdi. Diz boydan boya açılırdı. Müxtəlif bölgələrdən bağ alınırdı və ya vətər alınırdı və rekonstruksiya edilirdi. Bundan sonra uzun müddət gipsdə qalırdı, immobilizasiya və s. Dizin bağı bərpa olunurdu, amma dizdə də kontraktura və ya hərəkət məhdudiyyəti yaranırdı. Bu artıq bu əməliyyat növləri istifadə olunmur. Minimal invaziv xüsusilə endoskopik əməliyyat növü icra olunur. Artroskopi deyirik. Artroskopik ön çarpaz bağ rekonstruksiyası icra olunur. Digər bağlardan xüsusilə iç yan bağı qeyd etmək istəyirəm. İç yan bağ əksər hallarda tam qopduğu halda belə konservativ müalicəyə tabe olduğu üçün bəsit bağ dəstəkli dizliklər taxılır və müəyyən müddət sağalma periodu keçdikdən sonra isə xəstəyə müəyyən idman proqramları tövsiyə olunur. Digər bağlardan arxa çarpaz bağ dediyimizdə, arxa çarpaz bağda əməliyyat əksər hallarda tövsiyə olunmur. Əgər aqressiv idman növü ilə məşğul olacaq insandırsa, o zaman bəzi hallarda arxa çarpaz bağın rekonstruksiyası əməliyyatı icra edilə bilər. Qeyd etmək istəyirəm ki, arxa çarpaz bağın rekonstruksiyası çox kompleks bir əməliyyatdır və endoskopik yolla həyata keçirilə bilər. Dizin yan bağında olan problemlərdə isə əgər qopma varsa, əksər hallarda əməliyyat tövsiyə olunur. Çünki bayır yan bağ öz-özünə sağalacaq bir bağ deyil, iç yan bağdan da fərqi budur. İç yan bağ və bayır yan bağın ön çarpaz bağdan fərqli olaraq və arxa çarpaz bağdan fərqli olaraq əməliyyatı açıq şəkildə icra edilir. Yəni amma kiçik minimal invaziv əməliyyatlar icra edilə bilər. Bu əməliyyatlardan sonra xəstənin dizi müəyyən müddət immobilizer dediyimiz hərəkətsiz halda qalır. Bir qrup bağ yaralanmalarında həkiminiz sizə əməliyyatdan həmən sonra fizioterapiya başlanmasını tövsiyə edə bilər. Bir qismində isə bəzən bir aya qədər gözləyib bağın tam sümüyə pərçimlədikdən sonra idman və ya fizioterapiya və reabilitasiyaya ehtiyacı duyula bilər. Diz oynağında bağ yaralanmanından əlavə, xüsusilə diz qapağı ilə əlaqədar olan problemləri göstərmək istəyirəm. Diz qapağı problemləri müxtəlifdir və kompleksdir. Anadan gəlmə qüsurlardan tutmuş, ona meyilli olan bəzi dizlər var. Dizin özünün oxu, əyrilik oxu bu problemi yarada bilər. Və ya diz qapağının özünün formasında olan dəyişikliklər bu problemləri yarada bilər. Ən sıx gördüyümüz problemlərdən biri diz qapağının qeyri-stabilliyi və ya bayıra doğru qaçma eğilimi olması. Diz qapağı öz oluğu ilə normal şəkildə trayektoriyasını itirdiyi üçün, bayıra doğru çox pərçimləndiyi üçün diz qapağında daha çox sürtünmə görülür və bu sürtünmə zamanla qığırdağın yeyilməsinə gətirib çıxardır. Eyni zamanda da müəyyən provokativ hərəkətlərdə, idmançılarda xüsusilə və ya müəyyən insan öz həyatında diz qapağında müəyyən hərəkətlərdən sonra ciddi ağrılar görə bilir. Diz qapağı problemlərində əksər hallarda konservativ müalicə tövsiyə edilir. Diz qapağının oynaq səhətində qırdaq yeyilmələri olduqda artroz deyirik biz buna. Artroz problemləri və ya qırdaq defektləri olduğunda müəyyən konservativ müalicə xüsusilə o bölgənin regenerasiyasını artıran xüsusi iynələrdən istifadə edilə bilər. Plateletrik plazma dediyimiz PRP inyeksiyası və bəzən daha yeni metod olan kök hüceyrə metodu istifadə oluna bilər. Amma əksər hallarda diz qapağına bağlanan, xüsusilə dörd başlı budun dörd başlı əzələsinin gücləndirilməsi idman proqramlarından istifadə edilir. Bəzi hallarda diz qapağı bunlara baxmayaraq bu tədbirləri gördüyü halda belə diz qapağının qeyri-stabilliyi
davam edirsə, müəyyən rekonstruktiv əməliyyatlar icra edilir diz qapağının yerində qalması üçün. Digər problemlərdən biri xüsusilə kəskin travmalar sonrası diz nahiyəsində olan sümüklərdə olan sınıqlar göstərilə bilər. Sınıqlarda əlbəttə ki, yerdəyişmə növünə görə və sınığın harda yerləşməsinə bağlı olaraq bu əməliyyatla icra edilə bilər və ya sadəcə fiksasiya və ya gipslə idarə edilə bilər. Dizin içində xüsusilə sümüklərlə birlikdə eyni zamanda oynaq arasında yerləşən menisk dediyimiz strukturlar yerləşir, anatomik strukturlar. Menisk bölgəsində olan, nahiyədə olan, o bölgədə olan strukturlar meniskin özü keyfiyyət dəyişikliyi şəklində özünü göstərə bilər, yəni problem yarada bilər. Bu yaşla əlaqədar ola bilər və ya həyat boyu aldığı travmalarla əlaqədar ola bilər. Və meniskin özündə hər hansı bir idman sonrası travmalar almasına bağlı olaraq meniskin özündə yırtıqlar görülə bilər. Buna yanaşma fərqlidir. Meniskin yırtığının harda yerləşməsi, menisk yırtığından nə qədər müddət keçməsi, yırtığın böyüklüyü və yırtığın yayılması, yəni növü ona olan müdaxiləni fərqli edə bilər. Bunlarda natamam yırtıqlarda və ya çox uzun müddət keçməyibsə və qırmızı zona dediyimiz o bölgəyə yaxındırsa, qırmızı zona nə deməkdir? Meniskin qanlanan bölgəsi. Çünki meniskin 2/3-dən çoxu sadəcə oynaq daxilində yerləşən mayedən difuziya şəklində olan qidalanma ilə qidalanır. Çox az bir qismi, kapsula yaxın olan qismi isə qanlanan bölgə olur. O bölgədə olan yırtıqlarda sağalma ehtimalı olduğu üçün natamam yırtıqlarda konservativ müalicə tövsiyə oluna bilər. Oynağın içinə yaxın və ya ağ zona və ya ağ-qırmızı zona dediyimiz bölgədə və ya uzun müddət keçmiş qırmızı zonada olan tam yırtıqlarda isə əlbəttə ki, əməliyyat tövsiyə oluna bilər. Bu tip problemlərdə də əməliyyat xüsusilə minimal invaziv, biraz öncə qeyd etdiyim endoskopik əməliyyatlardan istifadə olunur. Artroskopiya deyilir buna. Artroskopiya edilərək meniskin yırtıq qismi əgər tikilə bilirsə, xüsusilə gənc xəstələrdə tikilməsi ön planda olmalıdır. Daha yaşlı xəstələrdə, kompleks yırtıqlarda və ya tikilə bilinməyəcək bölgədə yerləşən yırtıqlarda isə o bölgənin təmizlənməsi icra edilir. Əlbəttə, menisk yırtığı olan insan, idmançı və s. çox ciddi ağrı olduğu üçün, dizində kilidlənmələr şəklində özünü göstərdiyi üçün o bölgədə olan problemin bir an öncə həll olması lazımdır. Nəyə görə? Çünki yırtıq idman aktivliyi ilə əlaqədar olaraq daha da böyüyə bilir. Daha böyüyən yırtıq və ya tam kompleks yırtıqlarda tikilə bilinmədiyi üçün də meniskin daha böyük qismini idmançı itirdiyi üçün gələcəkdə artroz dediyimiz oynaq qırıqlarının yeyilməsi ehtimalı daha da artmış olur. Üçün zamanında müdaxilə edilməsi tövsiyə olunur.